Mən Əliyev Kənan, 2003 təvəllüdəm. Özümü dərk edəndən bəri burundan nəfəs almada çətinlik çəkirəm. Demək olar ki, heç nəfəs ala bilmirəm, ancaq ağız boşluğu ilə nəfəs alıram. Sonra Rəşid doktor barəsində araşdırmalar etməyə başladım. Əməliyyatlarına, nəticələrinə diqqət yetirdim. Sadəcə əməliyyatdan çox qorxurdum. Həyəcanlı gəlirdi mənə. Amma konsultasiyada Rəşid doktorla görüşəndə onun nikbinliyi məndəki o bütün həyəcanı, qorxunu üstümdən götürdü və ani bir qərar olaraq əməliyyat olmağa qərar verdim. Kənan bəyi biz əməliyyatın 10-cu günüdür, bugün gipsini çıxartdıq və əvvəlcədən planlandığı kimi Kənan bəyin problemləri nə idi? Görüntü baxımından bir qədər hampı var idi, burun kəməri bir qədər hündür idi, burun aşağıya doğru baxırdı və burun dəliklərində bir asimetrik durum vardı. Hətta dəqiq baxanda işıq nöqtəsinə görə burun xətti də əyri idi. Nəzərə alsaq ki, burun ucunu bir qədər qaldırmışıq, amma bu zaman 1 milim daha düşəcək, daha gözəl olacaq. Gips bu bölgələri sıxmışdı, ona görə bu bölgələrin şişliyinin ciddi şəkildə azaldığını hiss edirsiniz, cəmi 10-cu gündür. Burun ucu isə zaman 3-4-5 aya yavaş-yavaş şişkinliyini atacaq. İstədiyimizi planladığımız kimi eləmişik. Hampı götürmüşük, dəlikləri daha simetrik hala gətirmişik, burnu qismən qaldırmışıq və bu kəməri tam bir düz xətt boyunca formalaşdırmışıq. Təbii sümüklərdə də işləmlərimiz olub. Sümükləri bir qədər daha enli yerləşirdi. Onlar piezo ilə, turlarla kəsilərək bu şəkildə yaxınlaşdırılıbdır. 10-cu günə görə çox yaxşı bir nəticə hesab etmək olar. Hesab edirəm ki, 1-2-3 aydan sonra, birinci il sağalmadan sonra burun tam rahatlayacaq. Doktora təşəkkürümü bildirmək istəyirəm. Gözlədiyimdən də yaxşı nəticə olub, çox bəyənmişəm. Hər şey qaydasındadır. Əlavə olaraq da qeyd etmək istəyirəm ki, əvvəllər 22 yaşıma qədər nəfəs almada çətinlik çəkirdim, bildirmişdim. İndi çox yaxşı, rahat nəfəs ala bilirəm. Tam nəfəs aldığımı hiss edirəm. İndiyə qədər nəfəs almışam. Çox şükür, ən vacibi də odur.